Değerli Aftab kanalı izləyiciləri, hər bir salınır. Yeni videomuza xoş gəlmisiniz. Dostlar, oktyabr ayında görək vazların qiyməti düşüb yoxsa qalxıb. Salonu sərgiyə vəstədir. Söküyü falan yoxdur. Dəmdən pribordur. Fiyat roludur. Neçənci ildir? 2011-ci ildir. 2 tane kankası var arkasında. Nümer üstünde verilir. Məlumatlar verəsiniz ya tapır. 2011-ci ildir. Gənclik tanılıb yox. Motor Təkərlər zaten petlasın təkərləri var. Zaten təkər verə, petlasın açılan təkərdir. Heç salınmayıb üstünə. Beşi bir yerdə alır. motoru yaxmış. Yox. Qəti problem yoxdur, onu sür. Tex motoru sigortası hamısı təzə olubdur. Diski də təzədir. Əlaqə məsələsiz. Bir gün nömrədə bir də. 050 527 85 77. Maşın qiyməti neçə? 9000. Aşağı olacaq. Düzü razılaşma olacaq. Dostlar, sizə növbəti bir Lada vazı göstərim. Lada 07-dir. 2006. 2006-cı ildir. Dəyişən detalı yoxdur. 4 tane kankası var. Dəyişən detal yoxdur, bez detaldır. Aha. Neçə qorusu? 5 qorusu da. Bəli, Ata beləmi ki? Yox, injektordur, 2006. Qiymət də 6500 razılaşarıq. 6500, 2006-cı il 6500. Nömrəni də deyim, qoy nömrəni. Əlaqə məsələsini deyəsiniz. 051 575 30 36. 30 Nərman. Adlı Nərman sahibin. İnjektor motorudur. 2006-cı ildir. Altında da 4 tane təzə təkərlər var, sporla qədər təzədir. Deferidir, mostudur, karokasıdır. Karokası atıb eləmir. Karofka dəf kimi, yox. Aha. Atmağa yazıyor. Atmağı yoxdur. Az-saqqal adam sürüb Nərman kişi. Oda kişi. Acaba Bagaj da aça bilərik. Sən olsa da əlaqə qiyməsinə yazsın, adı Nərmandır. Sən gəlsin, əlaqə saxlasın. qoca çevirək, qoca. Dəyərli izləyicilər, sizə növbəti bir Noetdən göstərim. Salonu bu cür vəziyyətdədir. Çexol üzlənib, arxasında da 4 tane kankası var. 2004. Qiymət nədir? 2004-cü ildir. Karbüratordur. Yəni zavod maşınlar. Dəyişən etal olub, dəyişən etal. Yox. Vurub da almıyor da. Zavod maşını.
5200 ederiz. Aşağı yer alacaq da. Aşağı yer alacaq. Sonu 5000. 5000 sondur. Hem əlaqə nömrəsi. Əlaqə nömrəsi. Sizin nömrəsi. 4-6-0-0-12. Nümayəndə 406 0012. Qiyməti 5200-ə deyilir. Sonu 5000. Dostlar, sizə növbəti bir noitdən göstəreyim. Bu da sərgər noitlərdən biridir. Salon 2 xol üzlənib. 06 motorlu. 06. Bu da karbüratörü. 2002-ci ildir. 2002. 4-2'ye bir, yani 4-1'e verer. 4200'ə deyir. İli 2002-dir. 4200'ə qiyməti deyilir. Aşağı yerdə olacaq. Bir də əlaqə nömrəsi. Əlaqə nömrəsi. O nömrəsi ölümlər, bir şey yok. Şartçısında koy nömrəsini deyim. Altında 4 dənə təkərləri var. Bəli. 055 856 Hı? 80 yoksa 90 değil mi? 80-90. 80-90 4000 sondur. 2002-ci il. Buranı da göstərdim dostlar. Baxın bilərsiniz vəziyyətinə. Dəyişini tavuk. Qabaq şura. Sağ. Ben sizə belə bir noitdən göstərim. Motorudur, karabkası necə? Hamısı ideal vəziyyət. Mesela 2003-cü ildir. 3005'te deyilir. Karbüratör motoru. Kaçmak geçer bu arkada. Yox, belə var dedim bir kərə. Aşağı alacaq. Motorunda yağ yemə yoxdur ki. Dəyişini tavır. Olmuyor. Dəyişini tavır. Dənə kredi. Yəni kıl dəyişir. Hansı kredi? Sakır. Sakır. Əlaqə məzdiyyəsiz. 55 859 41 41. Maşın qiyməti 3500-dür. Aşağı yerdə. Bu da ehtiyaclı, ona o qiymət edir. Pula ehtiyacı var, ona görə 3500 qiyməti. Sizə növbəti bir noitdən göstəreyim. Salonu, sərgə vəzitədir. Söküyü falan heç nə yoxdur. Arasında da 2 dənə kolonkası, bir dənə bas sərki var. Dəmdən keyboardur, Android monitorudur. İnjektor. Məlumatı verəsə bir dənə.
rast üstə sənə. Səliqəli salon. Motor yağı Qəti. Motor super. Qiyməti silir. Qiyməti 6700 manat. 6700 manatı qiymət deyilir. Aşağı yerdə olacaq. Bagaj açıb verik. Dəyişiklikdə nə olur? 5 şumka. Qiymətə nə olur? 2009 6700 manat. Dəyişən nə var? 90% bez detal. Şöyle. Dəyişiklikdə nə olur? Dəyişiklikdə heç bir şey. 5 derece olmuyor. 5 şumka, 5 şumka. Yani bir amortizasyon sistemi falan, amortizasyon sistemi. Perioduk sistemi ilə keçəcək. Difir Most kargo. Bir də korobka təpikdə zalım. Salafon üstündə. Karka satılmış. Qiymət istəyirik. 6700 manat deyiliş qiymətdir. Əlaqə nömrəsi dediniz. Bioda yazarım onu. 055 558 04 56. 0456. Dostum, növbəti bir Noetin göstərir sizə. İl neçədir? 2008-dir. Arxasında altın kolonqası var. Ha. Nə var, nə yox, danışın da. Neçə korus? 5 korus. M6 motordur. M6 motordur. Ha. Dəyişiklik sağ olub. Yox. Dəyişiklik sağ olub. Vegetaldır. Evet. 2008 ildir, injektor motorudur. Altında 4 tane təzə təşələri var. Aha, başqa? Əlaqə nömrənizi deyərsiniz? 050 94 65. Qiymət neçə deyilir? Qiyməti 5500 deyilir, aşağı olacaq. Dostlar, sizə növbəti bir Lada Vaz Noetin göstəreyim. Android monitorudur. Elektronik hidravlika. Elektronik hidravlika, aha. Arxasında kanallar da var. Neçə korus? 5 korus da. Atı beləmi ki? Yox, Atı beləmi. Most korobkamız. Neçənci ildir? 2004. 2004-cü ildir. Belə albalı rəngindədir. Motorun karbüratordur. Diferində, mosunda səs çıxartmış. Elektronik hidravlika da var. Elektronik. 800 manat elektronik hidravlika sahibi pul verir. Başqa? Başqa pultu var da. Diski, altının 4 dənə təzə təkərləri var. Dəyişiklik olub. Ben değişmemişim. Yox, belə krolalar falan. 4 tane de kalonkası var arkasında. Kebap var istersen. Arka görüntü kamerası da var. Dəyişiklik olmayıb da dediniz. Ben değişmemişim oğlum. Elektronik hidravlika 2004-cü ilində. Aha.
Karbüratör İnşallah qiymət neçə deyirsiniz? 5-8. 5800 qiyməti deyilir. Son deyil, aşağı yerdə olacaqdır düzü. Əlaqə nömrəsi 055 055 810 810 16 32. 16 32 əlaqə nömrəsidir. Maşının da vəziyyəti budur. Yağ kimi ki, Ya ya. motorunda da yağ yemə yoxdur. Difirdir, səs çatmır ki motor.